إلهي بعلي بن محمد 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 عليهما السلام. İlahi sana an verir 10. imamımız Ali Ennaqi Ali El-Hadi aleyhisselama. İlahi bizi, cavanları, balalarımızı doğru yola hidayet eyle. İlahi bil Hasan ibn Ali 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 aleyhisselam. İlahi sana and verir 11. imamımız İmam Hasan Əskəri aleyhisselama. İlahi əskər balalarımızı hifz elə. İlahi zabitləri hifz elə. İlahi pərverdigar-ı aləm. Onlar ki vətənin keşiyindədir, ilahi onları hifz elə. İlahi bil hücceti 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 bil hüccet accelallahu teala feracehu şerif. İlahi sana an verir 12. imamımız İmam Zaman Ağa'nın məqamına. O elə böyük bir məqamdır ki, İmam Sadiq aleyhisselam buyurub ki, "Lav asartuhu la xadamtuh." Əgər mən də onun müasiri olsam, ona xidmətçi olaram. İlahi sənan veriyor, böyük məqamı ağamızın zuhrunu təcil elə. İlahi bizi də o zuhura hazır olanlardan qərar ver. İlahi ağamızın nazənin qəlbin bizim yaxşı əməllərimizdən şad elə. İlahi İslamı və müsəlmanları əziz elə. İlahi xalqımızı, vətənimizi hifz elə. İlahi əskər balalarımızı hifz elə. İlahi onlar ki vətənimizin gözəlliyi üçün çalışır, onları hifz elə. Onlar ki vətənimizə, dinimizə düşməndir, zəlil-i xar elə. İlahi pərverdigar-ı aləm, cavanları, balalarımızı xoşbəxt elə. Onları doğru yola hidayət elə. Qəriblikdə olan balalarımızı, qardaşlarımızı ilahi ağla gələn və gəlməyən bəlalardan hifz elə. İlahi dünyamızda sülhü əmin-əmanlığı bərpa elə. İlahi müharibə odun alovun öz qüdrətindən söndürgünə. İlahi İslamı və müsəlmanların birliyinə, mehribançılığına, məhəbbətinə, vəhdətinə kömək ol günə. İlahi sənə an verir izzət və cəlal və şəhidlərimizin məqamı alidir, daha da ali elə. İlahi şəhidlərimizi İmam Hüseynlə və bu gecənin şəhidi Həzrəti Əli ilə məhşur elə. Şəhid ailələrinə, balalarına səbir verginə. İlahi pərverdigar-ı aləm qazilərimizlə bahəm bütün xəstələrə şəfa verginə. İlahi məxsus xəstələri olanlar var ki, bu gecə dua istəyiblər. İlahi o xəstələrə şəfa verginə. İlahi pərverdigar-ı aləm bu günlər balalarımız imtihan verirlər və yaxud verəcəklər. İlahi onları müvəffəq elə. Onlara zehin açıqlığı əta elə. İlahi övlad arzusunda olanlara salih və salim övladlar nəsib elə. İlahi ata-anamızın günahlarını bağışla günə. İlahi dünyasını dəyişən ata-anamızın qəbrinə bu gecənin savabından inayət elə. Onların ki ata-anası, valideyni həyatdadır, onlara da uzun ömür, can sağlığı əta elə. İlahi pərverdigar-ı aləm, ustad, müəllim, haqları boynumuzda var. Əlimizdən tutub bizə bir hərf öyrədəndən nə qədər haqları boynumuzda olanlar varsa onlara, dünyasını dəyişənlərə rəhmət elə. Həyatda olanlara uzun ömür, can sağlığı əta elə. İlahi pərverdigar-ı aləm, onların ki haqqı var bizim boynumuzda, qeybətin eləmişik, bilməmişik, qarışmışıq söhbətə, ya bilərəkdən, ya bilməyərəkdən. İlahi o haqları boynumuzda olanların da günahlarını bağışla. İlahi bizim də günahlarımızı bağışla. Bizi bağışlamamış bu dünyadan aparma. İlahi bizim tövbəmizi qəbul eləməmiş bizi bu dünyadan aparma. İlahi bizi dünyadan aparanda iman əhli, əməli salih bəndən kimi apar günə. İlahi qəbrimizin birinci gecəsi qəbrimizi İmam Hüseyin nuru ilə işıqlandır. İlahi can verəndə Həzrət Əlini başımız üstə hazır elə. İlahi bizi Peyğəmbər və Ali Peyğəmbərdən ayrı salma. İlahi onların ziyarət və şəfaatini bizə nəsib elə.
İlahi, bu cemaat sənin evvə cəm olublar, sənin qapıva gəliblər. Biz insanların arasında var ki, deyir, qapıya gələni boş qaytarmazlar. İlahi, biz sən qapıya gəlmişik, bizi boş qaytarmayır. İlahi, Pərverdigar aləm, əl açmışıq. Biz özün şahidsən, biz heç kəsə əl açmarıq. Sənə əl açmışıq, İlahi. Sən bizim Rəbbimizsən, Xaliqimizsən. Sən bizim yiyəmizsən, sahibimizsən, bizim Allahımızsən. Sənə əl açmışıq. Biz əyilmirik heç kəsə, sənə əyilirik, İlahi, Pərverdigar aləm. Sən özün bizim izzətimizi qoru günən, ya Allah. İlahi, Pərverdigar aləm. And veririk sənin izzəti və cəlalı və Peyğəmbər və Ali Peyğəmbərə. Vallahi bizim arzumuz budur, həqiqi arzumuz budur. Vətənimizi də İlahi, Azərbaycanımızı başda olmaqla bütün yer üzərində sülh, əmin-amanlıq, xeyir, bərəkət